Xərcləri azaltsan da, liyə mənfəət artmır. Bir çox sahibkar belə düşünür ki, xərcləri azaltsa, mənfəət avtomatik artacaq. Amma reallıqda bu həmişə belə olmur. Bəs niyə xərcləri azaltsan da mənfəət artmır? Gəlin aydınlaşdıraq. Xərclərin hamısı lazımsız deyil. Bəzi xərclər investisiyadır. Məsələn, marketinq, keyfiyyətli xammal, təlim və texnologiya. Əgər bu sahələrdə qənaət edirsənsə, gəlir mənbəyini də kəsirsən. Yəni, sən sadəcə xərci deyil, potensial gəliri də azaldırsan. Satış azalır. Xərcləri kəsmək çox vaxt məhsulun keyfiyyətinə və müştəri təcrübəsinə təsir edir. Nəticə, müştəri gedir, satış düşür, mənfəət azalır. Qənaət etmək istədiyin qədər itki yaradırsan. Gəlir artımı üçün strategiya qurmaq. Əslində, mənfəət təkcə xərcləri azaltmaqla deyil, düzgün gəlir strategiyası ilə artır. Yeni məhsul, fərqli xidmət, qiymət siyasəti, bunlar real mənfəət mənbələridir. Qısa müddətli düşüncə. Xərcləri kəsməklə bu ay qazanarsan, amma uzun müddətli inkişaf dayanır. Uğurlu bizneslər bugün az qazan, sabah çox qazan prinsipinə sadiq qalır. Xərcləri azaltmaq bəzən ağıllı addımdır, amma strategiyasız qənaət öz işinə zərər verməkdir. Yadda saxla, məqsəd xərci yox, effektivliyə artırmaqdır. Doğru planla, düzgün xərclə mənfəət özü gələcək.